Dahi Holland rəssamı Hermes van Rembrandtın İsmayılın qurban kəsilməsi tablosu dünya incəsənətinin ən dramatik dini əsərlərindən biridir. Yaranma tarixi 1635-ci ildir. Barokko üslubunda çəkilib. Rəssam Rembrandt mələyin İbrahim peyğəmbərə müdaxilə etdiyi anı çəkib. Mələk göydən enərək onun əlindən tutur. Bıçaq yerə düşür. Havada asılı qalmış bıçaq rəsmdə hərəkətin və anın dayanması simvoludur. Rembrandt sanki bizim əsəblərimizi düşünüb. İbrahim peyğəmbər əli ilə İsmayılın üzünü tutub və biz İsmayılın qorxmuş simasını görmürük. Dahi Holland rəssamı Hermes van Rembrandt